Bəli. Klubda işləmək, milli komandada. Çətinlik törətmir. O onsuz da hər yerdə çətindir. Yəni fərq eləmir milli komanda, klub. Bu yükü bilirik. Ki çalışırıq ki, öhdəsindən gələk. Bu qədər effekt verəcək yəni sonunda. O millidə çalışmanın komandalarında mənfi təsir baxımdan peşman deyil. Yox, zaten biz sezonun əvvəlində bu prosesi bilirdik. İndi düzdür, bu 21 anı idi və Şamaxı ilə Şamaxının heyətində 8-9 futbolçu 21 yaşları gətirdik. İş elə alındı ki, bilirsiniz ki, A komandadır. Əlbəttə Şamaxıya təsiri ola bilər, amma burada Şamaxının qazancı da var. Ona görə biz bu təhlükəni və qabaqcadan bilirdik və buna hazırıq.